Azərbaycan və Çin arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb. Bu sənədlər Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının təşviqi konfransı çərçivəsində imzalanıb. Azpromo və Kiçik və Orta Biznesin İnkişaf Agentliyi, Çinin Milli İnkişaf və İslahat Komissiyasının, Beynəlxalq Əməkdaşlıq Mərkəzi ilə 4-cü Sənaye İnqilabının Təhlil və Koordinasiyası Mərkəzi isə Çin İnformasiya və Kommunikasiya Texnologiyalar Akademiyası və Ümumdünya Əşyaların İnterneti Konvensiyası ilə qarşılıqlı anlaşma memorandumları imzalayıblar. Konfransda sənaye, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib. Azpromo'nun icraçı direktoru Yusif Abdullayev çıxışında son dövrlərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin artan dinamikasına toxunub. O, avtomobil, sənaye, İKT, nəqliyyat, logistika və digər sektorlar üzrə həyata keçirilən birgə layihələri diqqətə çatdırıb. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu isə nümayəndəliyin bu sahədə gördüyü işlər barədə məlumat verərək, ölkəmizin bir kəmər bir yol layihəsinə coğrafi mövqeyi və inkişaf etmiş infrastruktur vasitəsilə verdiyi töhfələri diqqətə çatdırıb. O, Azərbaycanın istehsal və ticarət fəaliyyətlərini birləşdirən regional mərkəzə çevrilməkdə olduğunu bildirib. Tədbirdə həmçinin Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valih Ələsgərov, Kobiyanın sədri Orxan Məmmədov, 4SIM-in icraçı direktoru Fariz Cəfərov, eləcə də SOCAR, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərgold Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan Daşkəsən Dəmir Filiz MMC, Azpromo və bərpa olunan Enerji Agentliyinin nümayəndələri ölkənin investisiya mühiti və biznes imkanları barədə təqdimatlarla çıxış ediblər. Konfrans çərçivəsində Azərbaycan tərəfi Çin nümayəndəliklərinə sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini əhatə edən ümumilikdə 13 investisiya layihəsi təqdim edib. Eyni zamanda tədbirdə yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, mövcud güzəştlər və imtiyazlar barədə informasiya sərgisi də təşkil olunub.